Salam əzizlər. Bu gün sizinlə Unit 7 Great Ideas bölmə 7-də möhtəşəm ideyalar və yaxud da fikirlər bölməsinə baxacağıq. Gördüyünüz kimi uşaqlar burada robotlarla məşğuldurlar. Onlar düzəldirlər, kabelləri bir-birinə bağlayırlar. Və soruşduğu ki, sualda bizə look at the photo, şəklə baxın. What are they doing? Onlar nə edirlər? How can we help each other to have great ideas? Biz bir-birimizə necə kömək edə bilərik ki, yaxşı fikirlərimiz olsun. Vocabulary in context. Innovation verbs, yenilik feilləri. Innovation, innovative, yenilikçi, nəsə tapmaq, düzəltmək mənasında. Gəlin çalışma birdəki feillərə baxaq. Əvvəlcə read the quiz about famous first. İlklər haqqındakı, məşhur ilklər haqqındakı quizi oxuyun. Complete the questions with the words below. Aşağıdakı feillərlə, yəni sözlərlə sualları tamamlayın. Then listen, check and repeat. Sonra yoxlayın. Qulaq asın, yoxlayın və təkrarlayın. Become olmaq, build tikmək, create yaratmaq, discover kəşf etmək, fly uçmaq, invent kəşf etmək, kəşf etmək, start başlamaq və ya ixtira etmək, take götürmək, use istifadə etmək. Daha doğrusu discover kəşf etmək, invent ixtira etmək. Okay. When did Ada Lovelace create the first computer algorithm with Charles Babbage? Ada Lovelace və Charles Babbage ilk dəfə kompüterin algoritmasını nə vaxt yaradıblar? Alexander Fleming discover penicillin. When did Alexander Fleming discover penicillin, the first antibiotic? İlk antibiotik olan penisilini Alexander Fleming nə vaxt kəşf edib? Maria Telx and Eleanor Raymond first house heated with solar energy. Maria Telx and Eleanor Raymond build tikdilər. The first house heated with solar energy. Güneş enerjisi ilə qızdırılan evi Maria Telx və Eleanor Raymond nə vaxt tikdi? Hattie McDaniel, the first African American to get an Oscar. Okay. When did Hattie McDaniel became the first African American to get an Oscar? Okay. Joseph Nicephore Niepce, the first photograph with a camera. Burada take olacaq. Take a photo şəkli seçmə mənasındadır. Take the first photograph. İlk şəkli kamerayla çəkdi. People to send text messages via WhatsApp. When did people start? Başladılar. Nə vaxt başladılar insanlar WhatsApp üzərinə mesajlar göndərməyə? Then Josephine Cochrane, the first dishwasher invented olacaq. Nə vaxt kəşf etdi? Invent. Amelia Earhart across the Atlantic Ocean for the first time. Bu fly olacaq. Nə vaxt uçdu? Atlantik Okyanın üzərindən birinci dəfə. Pixar first. When did Pixar first use computers to make an animated film? İlk dəfə Pixar da nə vaxt animasiyalı filmlərdə kompüterdən istifadə olundu deyir bizə. Gördüyünüz kimi buradakı feillərin hər birini istifadə etdik. İndi keçirik çalışma 2-yə. Complete the table with the past simple forms of the verbs in exercise 1. Çalışma 1-də olan feillərin keçmiş zamanlarını istifadə edərək cədvəli tamamlamamızı istəyir. Use the irregular verb list on page 119 to help you. Səhifə 119-da olan qaydasız feillər listindən kömək də ala bilərsiniz deyirsə. Birinci feil edib created. Gəlin ikinci feilə baxaq. İkinci feilimiz olur discover. O da qaydalıdır. Edlə veririk. Discovered. Then ikinci build olacaq. Build. Become olacaq. Became. Bunlar qaydasızlardır.
Gəlin yazaq. Bir dənə T hərfinə dəyişir. Become olur became. Bir dənə A hərfi ilə E hərfinin yeri dəyişir burada. Burada D ilə T'da dəyişikliklər olur. Start qaydalı da olacaq. Started. Orada invent var. Olacaq invented. Qaydalıdır. Sonra fly olacaq flow. Bir dənə use qaldı. O da olacaq used. Tek də varmış, üzr istəyirəm. Use qaydalıdır. Buraya yazaq. Tek də olacaq. Took. Deməli, çalışma 3-də deyir ki, complete the sentences with the correct past simple verbs in exercise 2. Burada verilən feilləri keçmiş zaman doğru çalışma 2-dən doğru keçmiş zaman formalarıyla tamamlamağımızı istəyir. Sadəcə burada əlavədən illər də verildiyi üçün, baxın çalışma 4-də deyir ki, write the correct dates in exercise 3. Çalışma 3-də verilən doğru tarixləri qeyd edin dəftərinizdə və cavabları yoxlayın. Then listen and check. Gəlin qulaq asası ilə yazaq ki, həm də illəri bilmiş olaq və yaxud da əlavədən Google-da axtarıb tapıb sonra yazıb belə də yoxlaya bilərsiniz. Ada Lovelace created the first computer algorithm with Charles Babbage in the 19th century. 2, Alexander Fleming discovered penicillin, the first antibiotic, in 1928. 3, Maria Telkes and Eleanor Raymond built the first house heated with solar energy in 1948. 4, Hattie McDaniel became the first African American to get an Oscar in 1940. 5, Joseph Nicephore Niebs took the first photograph with a camera in the 1820s. 6, People started to send text messages via WhatsApp in 2009. 7, Josephine Cochrane invented the first dishwasher in 1886. 8, Amelia Earhart flew across the Atlantic Ocean for the first time in 1932. 9, Pixar first used computers to make an animated film in 1995. 1995. Okay. Teen inventors. Bunlar da qulaq asın. Yazmış oldu. Okay. 4'te dedik, 4'ü elədik. Work in pairs. A match from 1 to 6 with the A to F to make questions. Deməli, 1-dən 6-ya qədər olan rəqəmlərlə A-dan F-ə qədər olan variantları uyğunlaşdırmamızı istəyir. When did Lionel Messi, burada olacaq, B yazıb onsuz started to play soccer for Argentina. When did Beyoncé, E olacaq, create her first perfume. When did scientist discover Tutankhamun's tomb in Egypt, burada olacaq A. When did Vespasian build the Colosseum? C. When did Lewis Hamilton, burada qalacaq D, win his first Formula 1? Okay, bunlar yazdı. Bu da işte variantlar birbirine yine uyğunlaşdırmamızı istəyir. Bunların cavablarını verməyimizi. When did Lionel Messi started to play soccer for Argentina? Burada olacaq in 2005. Okay, then 2'də olacaq when did Beyoncé create her first perfume? In 2009. Bunları internetdə özünüz araşdıra bilərsiniz. When did scientist discovered Tutankhamun's tomb in Egypt? In 1922. Kimdeki? 1922. Then
When did Vespasian build the Colosseum? Between 70 and 72 CE. When did Lewis Hamilton win his first Formula One? Onda kaldı in 2007. Okay. Gelelim reading hissesine. Teen inventors. Yeni etme ihtiratçılar. Inventa ihtiratçıdır. Anna Makosinski. Anna Makosinski born in 1997. 1997'de doğulup. Student and inventor. Şagird ve ihtiratçı. Lives in Victoria, Canada. Kanada'da yaşıyor. Invention, ihtira, a torch, bir fanardı. That use body heat to create light. Beden ısısından yanmaq üçün beden ısısından istifadə edən fanar. Bunun ixtirasıymış. Anne Makosinski always liked building things. Anne Makosinski həmişə nələrsə düzəltməyi, tikməyi xoşlayırdı. As a young teenager, she was studying electronics while her friends were playing video games. Cavan bir yeniyetmə olaraq, gənc yeniyetmə olaraq o elektronika ilə məşğul olmağı, yəni oxumağı xoşlayırdı. Onun yoldaşları video oyunlar oynayarkən o elektronika ilə məşğul olmağı sevirdi. Anne was visiting her mother's family in the Philippines when she had the idea for the torch. O fanar üçün ideyanı kəşf edərkən o Filippində olan anasının ailəsini ziyarət edirdi. Her motivation, onun motivasiyası, yəni nə idi? A friend that was having problems at school because she didn't have light to study at night. Onun məktəbdə olan dostlarından birinin axşamlar dərs oxumaq üçün işığı yox idi, işıq problemi var idi. In 2013, her invention won the Google Science Fair for 16 years old. 2013-cü ildə onun ixtirası Google Elm sərgisində ya da yarmarkasında 15-16 yaşlılar arasında iştirak etmə hüququ qazandı və ya da qalib gəldi. Subham Banerjee, born in 2001, student and inventor, şagird və ixtiraçı, lives in Santa Clara, the United States. Invention, a cheap braille printer. Demək, bunun ixtirası ucuz braille çap maşını. Subham Banerjee was a curious child. Subham hər şeylə maraqlanan, yəni bir uşaq olur. Curious, hər şeylə maraqlanan deməkdir. He loved science and attended science fairs at his primary school. O elmi xoşlayırdı və məktəblərində olan elm yarmarkalarında iştirak edirdi. İbtidai məktəbində. He built the printer in 2013 while he was studying at secondary school. O birində orta məktəbdə oxuyarkən 2013-cü ildə bu printeri düzəldir, yaradır. He used a robotic kit in his invention. O öz ixtirasında robotik əşyalardan istifadə edir. Kit burada yığın, toplu kimi istifadə olunur. There are other braille printers on the market, but Banerjee's invention costs just €270 and the other braille printers cost around €1,500. Onunkisi €270. Yəni başa gələrkən, digərləri isə €1,500 başa gəlirdi deyə onun belə deyək, ixtirası daha çox üstünü tutur. He started his company Bragio Labs in 2014. O özünün şirkətini qurur 2014-cü ildə. Look at the article. Məqaləyə baxın. What is it about? Bu nə haqqındadır? Countries, ölkələr, inventions from the 20th century, 20-ci əsrdə olan ixtiralar, ölkələr deyildi. İxtiralar haqqında danışır, amma insanlar haqqında
danışır. Yəni bu 20-ci əsrin ixtiraları deyil də, 21-ci əsrin ixtiralarıdır. Onun üçün də people götürürük biz burada. People, yəni insanlar haqqında danışır. Read the article and listen, then read the questions and write A.M. Anna Makosinski or Subham Banerjee. Who took part in events at school? S.B. Liked electronics as a child. A.M. Had the idea for an invention during a trip. A.M. Çünki Anna idi valideynlərini ziyarət edir. Valideynlərinin ailəsini ziyarət edərkən belə bir ixtira etmə fikrinə düşür. Invented something at 12 years old. 12 yaşında kim ixtira etmişdi? Bu Subham idi. SB. No, yeah, SB. Was a winner at a science fair in 2013. Bu AM idi. Mətni oxumuşam deyə bir də demirəm, yəni yenə mətnə baxa bilərsiniz. Has a company, şirkəti var bu. SB. Okay. Correct the sentences about the inventors in exercise 1. Çalışma birdən götürərək buradakı sualları düzəldirik. Anna Makosinski was born in the 21st century. Anna Makosinski 20-ci əsrdə doğulubdur. Əslində 20-ci əsr idi, çünki 1917-ci il 20-ci əsrə düşür. She invented a torch that uses batteries to create light. Bataryadan istifadə etmirdi, body heat idi. Baxın, burada verilib bizə. Use body heat to create light. Okay, necə edəcək burada? She invented a torch that uses body heat to create light. Hemen sen de yaza bilərsiniz. Subham Banerjee attended science fairs in secondary school. Bu da secondary school değil de primary school olmalıdır. Baxın, burada verilir science fairs at his primary school. Sadəcə bu hissənin üstünə xətt çəkin, buraya yazın primary. Bütün də cümlə yazmaya ehtiyac yoxdur. He used parts from an old printer. An old printer deyil uşaqlar in his invention. From a robotic. Use a robotic kit. Burada yazırıq a robotic kit. Okay. His braille printer costs 1,500. Əslində deyildi, just 270 idi. Burada bunun üstünə xətt çəkin. 2070 yazırıq. Think of Anna Makosinski and Subham Banerjee inventions. Deyir ki, onların ixtiraları haqqında düşünün. Which one do you prefer? Hansı birini üstün tutardınız? And why? Bu sizin fikrinizdən asılıdır. Yaza bilərsiniz deyə düşünürəm. Language-in kontekstə gəlirik. Look at the examples below. Aşağıdakı nümunələrə baxın. Complete the table with the sentences from the magazine article. Məqalədən, jurnalda olan məqalədən bunu tamamlamamızı istəyir. Past continuous, keçmiş davam et zaman, and past simple, keçmiş sadə zaman. When, anda, əndə, nə vaxt, nə zaman formasında istifadə olunur. While, arkən. Anna, the Philippines, when she had the idea for the torch. Anna was visiting ola bilər. Baxa, burada necə vermişdir bizə. Anna was visiting her mother family. Bir tərəfi davam et zamanı, bir tərəfi sadə zaman, keçmiş sadə olur. Was visiting. Mənası nədir? Anna Filippinesdə səfərdə olarkən, olanda she had the idea for the torch. Onun torch fanar yaratmaq ideyası ağlına gəlir. Subham the printer while he in secondary school. Baxaq bizə. She was studying electronics while poets. Okay. Subham built the printer while he was studying at secondary school. Subham built the printer while he was studying. Deməli,
orada təhsil alarkən, məktəbdə təhsil alarkən printeri yaratdı, qurdu. She was studying, o oxuyurdu electronics. O elektronika ilə məşğul olurdu, oxuyurdu. While her friends were playing the video games. Onun dostları video oyunlar oynayarkən o isə dərs oxuyurdu. Yəni elektronika ilə məşğul olurdu, oxuyurdu. Complete the sentences using the past continuous from the verbs. Buradakı feillərdən istifadə edərək keçmiş davam et zamanda feilləri qoymağımızı istəyir. Və keçmiş davam et zamanda məlum məsələdir ki, I, he, let me clean it. I, he, she'den sonra olacaq was, sonra isə feil ing. Feilin sonuna ing əlavə edirsiniz. We, you, they'də isə olur were, sonra ilə feil ing. Feili ing əlavə edirsiniz. Davam ediciliyi vermək üçün. Burada da gördüyünüz kimi. Okay. Was working in a hospital. Bunu da bizə yazıblar. The Spencers were staying. Cəm olduğu üçün. Were staying in a hotel while the builders. Builders cəm olduğu üçün yine were building their new house. I was writing. I was writing an article about solar energy while my sister was listening. Hər biri tək olduğu üçün was qoyuram. Listening to music. Bir bacım musiqiyə qulaq asarkən mən günəş enerjisi haqqında məqalə yazırdım. Damla and Kamran ikisi cəm olduğu üçün were using my tablet while I was doing. Düstur tətbiq edib yazırsınız my homework. You were reading a book about Ada Lovelace while I was watching a film. Gördüğünüz gibi rahat. Read the text and choose the correct options. Mətni oxuyun və düzgün versiyaları seçin. Play-Doh 1950s. People used or were using it to clean walls when a teacher started to use it to make models in lessons. Burada started. Guide dogs for blind people. A doctor's dog disappeared. Yoxa çıxdı. In a hospital. Sorry, burada seçmeyi oxuyumuşum, söz verilib. When he found it, tapanda, it was guiding a blind patient around the hospital. On tapanda kör bir xəstəni xəstəxana tərəfində chocolate chip cookies whose Wakefield was making chocolate cookies when she added the wrong type of chocolate. Deməli, Ruth Wakefield şokolad düzəldərkən, şokolad peçenyeləri düzəldərkən yanlış növ şokoladı oraya əlavə etmiş oldu. Choose the correct answer. I was taking a photo. Mən şəkil çəkirdim. When my cell phone fell in the pool. Elə birincini götürürük. While my cell phone was falling yox, düşərkən deyil, düşəndə mən şəkil çəkirdim. The students were playing with Play-Doh when the teacher talked, while the teacher was talking. Danışarkən uşaqlar oynayırdılar olacağı üçün. Burada da ikinci option seçirik. Use it. Work in pairs, ask and answer the questions about what you were doing at these times. Bir-birinizə suallar vermənizi istəyir və bu vaxtı nələrlə məşğul olduğunuzu soruşur. Last Sunday afternoon. What were you doing last Sunday afternoon?
Keçən bazar günorta çağı nə edirdiniz? I was building a model. Mən bir model düzəldirdim. What were you doing last night at 10 p.m.? Keçən axşam saat 10-da nə edirdiniz? For example, I was playing. Ola bilər. I was playing video games. Video oyunları oynuyordum. What were you doing while your English teacher was explaining the last activity? İngilis dili müəllimi sonuncu fəaliyyəti izah edərkən nə ilə məşğul idiniz? I was listening to my teacher. I was listening to my teacher. Müəllimə qulaq asırdım deyirik. Və burada da bölməmiz